Salam, hər vaxtınız xeyirli, uğurlu olsun. Mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Bu gün sizinlə birlikdə sifətin müqayisə dərəcələri mövzusundan qeydlərə baxacağıq. Çaşdırıcı məqamları sizinlə bölüşəcəm, izahlar verəcəm. Bəzən elə söz olur ki, azaltma dərəcəsinə çox bənzəyir, amma adi dərəcə olur. Bəzi sözlər çoxaltma dərəcəsinə çox bənzəyir, amma adi dərəcə çıxır. Niyə belədir? Hansı sözlərdir onlar? Onların hər birini bugünkü izahda sizə verəcəm. Bu videonu sona qədər izləsəniz, artıq müqayisə dərəcələrindən heç bir sualınız qalmayacaq və testi səhvsiz işləyə biləcəksiniz. İzaha keçməmişdən öncə isə sizə dərslərimiz haqqında məlumat vermək istəyirəm. Əziz ibtidai sinif müəllimləri, əgər siz də bizimlə birlikdə MİQ və yaxud da sertifikasiya imtahanına hazırlaşmaq istəyirsinizsə, ekranda gördüyünüz bu nömrəyə, yəni 077 325 7077 nömrəsinə WhatsApp vasitəsilə yaza bilərsiniz. Dərslərimiz həm onlayn, həm də əyani formada keçirilir. Artıq yeni qruplarımıza qeydiyyat başlayıb, gecikmədən qruplara qoşulun ki, mövzulardan geri qalmayasınız. Nömrəni silək. İzaha davam edək. Aha. Deməli, biz bilirik ki, sifətin azaltma dərəcəsi sintaktik üsulla, sintaktik üsul nə idi? Sözlər vasitəsilə. Hansı sözlərlə yaranırdı? Ala, açıq, təhər, kəm və az. Və bunların yazılış qaydaları vardı. Ala, açıq defislə yazılırdı. Təhər, kəm bitişik yazılırdı. Sifətə bitişik yazılır. Az isə ayrı yazılırdı. İndi bu sözlərlə bağlı diqqət edilməli olan məqamlar hansılardır? Gəlin onlara baxaq. Ala sözündən qabağımıza belə bir söz çıxa bilər. Ala-bula, ala-göz, daha sonra ala-bəzək, ala-bişmiş, ala-dəymiş, bunlar adi dərəcədə olan sifətlərdir. Nəyə görə azaltma deyirlər? Əvvəlcə ala-bula sözündə bulanın leksik mənası olmadığı üçün azaltma dərəcəsi yaranmır. Və bu söz tərəflərindən biri ayrılıqda işlənə bilməyən adi dərəcəli quruluşçu mürəkkəb sifət sayılır. Çünki bunların mənası yoxdur. Məsələn, sizə ala-çi, ala-seyrək, ala-yarımçıq, ala-babaq desəydi, yəni ala sözündən sonra leksik mənası olan söz sifət gələrsə, bu azaltma dərəcəli sifət sayılar. Amma bunların mənası yoxdur, axı bu nəyə azaldacaq? Ala-göz bitişik yazılıb. Amma biz demişdik ki, ala sözü defislə yazılmalıydı. Qayıdıram bura və ala defislə yazılmalıydı. Ala-bəzək özündən sonra isim gəlibdir. Biz sifətin dərəcələrindən danışırıq. İsmin dərəcəsi yoxdur, bəzək nə? Bu isimdir. Yəni ismin qabağına bu söz əlavə olunubsa, o zaman bu artıq azaltma dərəcəsi sayılmır, dərəcə yaratmır. Bu olacaq nə? Adi. Ala-bişmiş, bişmiş nədir? Feildir. Dəymiş nədir? Feil. Ona görə bunlar da azaltma dərəcəsi sayılmır. Azaltmanı yaratmayıb burada. Bu zaman adi dərəcədə olan sifət kimi də qalacaqdır. Sonra, açıq sözü ilə bağlı nələrə diqqət eləməliyik? Gəlin dəyişək qələmin rəngini. Məsələn, açıq, aydın, açıq, aşkar. Bu sözlər yaxın mənalı sözlərin birləşməsindən yaranmış mürəkkəb sifətdir və bunlar adi dərəcədədir. Defislə yazılmaqlarına baxmayaraq azaltma deyirlər. Niyə? Çünki burada nəyəsə azaltmayıb. Açıq ilə aydın deməkdir, açıq ilə aşkar deməkdir. Bunlar sinonimlərin köməyi ilə yaranmış adi dərəcəli mürəkkəb sifətlərdir. Yəni burada nəyəsə dərəcəsini azaltmırıq biz ya da çoxaltmırıq. Bəzən çoxaltma götürürlər. Yəni çox aydınlar, çox açıq, çox aşkar. Xeyr, bunlar sadəcə olaraq adi dərəcədə olan sifətlər hesab olunacaqdır. Və yaxud da açıq sözündən sonra isim gələrsə, məsələn, açıq qapı, açıq pəncərə,
Nə bilim, açıq çay və s. Bu sifət üstə gəlsə isim düsturu olur. Açıq hava, açıq kitab və s. Yəni bura nümunələr çox əlavə eləyə bilərəm. Nöqtə qoyuram. Bu nədir? Açıq sifətdir. Bunlar isə isimdir. Bunlar isimdir. Açıq sözü sifətdir. Yəni bu sifət üstə gəlsə isim düsturudur. Burada həm də içinə yazılmayıb, azaltma yaratmır. Bu açıq sözü sadəcə adi dərəcədə olan sifət kimi götürüləcəkdir. Yox, əgər açıq sözündən sonra fiil gəlsəydi, məsələn, açıq danışmaq, açıq söyləmək, bu zaman açıq sözü ümumiyyətlə zərf olacaq. Yəni nitq səsi kimi sifət yox, zərf deyəcəkdik bunun. Sonra bizim qabağımıza açıq ürəkli, açıq qəlbli, sonra açıq sözlü, açıq fikirli, baxın, bu kimi sözlər də çıxa bilər ki, bunlar müxtəlif mənalı sözlərin birləşməsindən yaranan adi dərəcəli nələrdir? Mürəkkəb sifətlərdir. Burada adi dərəcə yazmaq istəmişəm. Adi dərəcə. Həm bitişik yazılıblar, həm də ki, nəyəsə azaltmır burada. Sadəcə müxtəlif mənalı sözlərin köməyi ilə yaranıblar. Məsələn, biz bura açıq nə əlavə eləyə bilərik? Yəni də bitişik yazılan, açıq sözünə bitişik yazılan başqa sözlər də əlavə eləmək olar bura. Allah sözü ilə, açıq sözü ilə bağlı qeydlərimizi dedik. İndi təhər sözündən davam edirəm. Yenə də qələmi dəyişirik, gözümüz ağrımasın deyə. Qarşımıza çıxa bilər bir təhər sözü. Bir təhər sözü də həmçinin sadəcə mürəkkəb sifətdir və adi dərəcədədir. Çünki biz bilirik ki, sifətin dərəcələri sifətdən yaranır. Axı bir sözü sifət deyil. Necə mən onu təhər sözü artırmaqla azaltma dərəcəsi yarada bilərəm ki? Ona görə bu da nədir? Adi dərəcə sayılacaq. İndi keçdik kəm sözü ilə bağlı olan çaşdırıcı məqamlarımıza. Qarşımıza çıxa bilər kəmsavad, kəmfürsət, kəmhövsələ, kəmağıl, kəmsavad, kəmağıl, kəmfürsət, kəmhövsələ. Baxın, bu sözlər də azaltma dərəcəsinə bənzəsə də bitişik yazılıb hazır özdə adi dərəcədir. Nə üçün? Çünki savad nə, fürsət nə, hövsələ nə, ağıl nə, isimdir. Sifətin dərəcələri bir daha qeyd edirəm ki, mütləq sifətdən yaranmalı, yəni sifətə qoşulmalıdır. Lakin bunlar isimdir. İsmə qoşulduqları üçün bunlar adi dərəcə sayılacaqlar. Sadəcə olaraq mürəkkəb sifətlərdir və adi dərəcədədirlər. Yəni belə deyəcəyik. Daha sonra kəm sözündən bağlı deyəcəklərim bu qədər. Az sözündən bağlı qeydlər eləmək istəyirəm. Yenə də qələmimin rəngini dəyişirəm. Az, məsələn, az sözündən sonra sifət gəldikdə azaltma dərəcəsi yaranır. Yazıram bura az, üstə gəlsin sifət. Məsələn, nümunə göstərim. Az şirin, az dadlı. Bu azaltmadır. Amma az sözündən sonra isim gəlsə, bu zaman az sözü say olacaq. Yazıram bura say. Məsələn, az adam. Yox, əgər az sözündən sonra fiil gəlsə, yəni hərəkət bildirən sözü gəlsə, məsələn, az danışmaq, az danış. Bu zaman az sözü zərf olacaq. Yəni bu məqamlara da diqqət eləmək lazımdır. İndi isə keçirik sifətin çoxaltma dərəcəsinə bənzəyən, amma çoxaltma dərəcəsi olmayan sözlərimizə. İndi çoxaltma dərəcəsinin sintaktik üsulu hansı idi? Sintaktik üsulumuz, yazıram burada çoxaltma. Sintaktik üsul. Yəni sözlər vasitəsilə də ən, lap,
daha, olduqca, çox, zil. Bunlar ayrı yazılır. Düm, bu bitişik yazılır. Tünd, bu da defisine yazılır. Bizi burada çaşdıra biləcək məqam hansı məqamlar ola bilər? Məsələn, bizə verə bilər burada tünd xasiyyət. Rəngi dəyişək. Tünd xasiyyət. Sonra verə bilər bizə məsələn tünd çay. Sonra tünd sözünə nə verə bilər bizə? Məsələn, tünd xasiyyətli, tünd rəngli. Tünd, nöqtələrini də qoyaq. Ünün, xasiyyətli. Baxın, tünd sözü sifətin çoxaltma dərəcəsini yaradarkən birinci defisini yazılır. Və ondan sonra rəng bildirən sifətlər gəlir. Məsələn, tünd qırmızı, tünd göy, nə bilim, tünd sarı. Tünd sözündən sonra isim gəldikdə, məsələn, çay isimdir. İsim gəldikdə, görürsünüz burada ayrı yazılıbdır və adi dərəcədə olan sifət sayılacaq. Burada təkcə tünd çaya aid deyil, məsələn, tünd rəng də aid olar. Tünd rəng. Görürsünüz, burada da tünd ayrı yazıldı. Adi dərəcədə olan sifətdir. Yəni, tünd əgər çoxaltma dərəcəsini yaratsaydı, o defisinə yazılardı. Tünd xasiyyətli, tünd rəngli, bunlar da mürəkkəb sifətlərdir. Özündən sonra görürsünüz, rəngli, xasiyyətli, yenə də sifət gəlib. Amma ki, müxtəlif məna sözlərin birləşməsindən əmələ gəlmiş mürəkkəb sifətlərdir bunlar və bunlar nə sayılır? Adi dərəcədə olan sifətlər sayılır. Adi dərəcə. Tünd xasiyyət sözü də özündən sonra həm isim gəlib, xasiyyət nə? Bu isimdir. Həm də ki, bitişik yazılıb defisinə deyil. Yəni bu nəsə çoxaltmır axı. Bu da ona görə də müxtəlif məna sözlərin köməyi ilə yaranmış adi dərəcəli sifət hesab olunacaqdır. Daha sonra tünd sözündən başqa biz burada nədən danışa bilərik? Dim sözündən danışa bilərik. Dümaq, dümdüz, bir də məsələn dimdik sözünü deyə bilərik. Burada bir dənə də qeyd eləmək istəyirəm. Morfoloji üsulu da qeyd eləmək istəyirəm. Morfoloji üsulla çoxaltma dərəcəsi ya M, P, R, S samitlərlə düzələcək. Yəni ki, sifətin ilk hecasının son samitinin M, P, R, S samitlərindən birinin əvəz olunması və yaxud da ki, ilk iki hərfindən sonra M, P, R, S-dən birinin əlavə olunması ilə, məsələn, tərtəmiz, dümaq, sapsarı, tam ki, sarı sözündə ilk hecanı da sa, ora sap sarı eləyirəm. Yəni ilk iki hərfdən sonra M, P, R-dən birini əlavə edirəm. Görürsünüz, nə oldu? Çoxaltma dərəcəsi yaradır. İndi burada məsələn nədir? Dümaq sözü düm hissəciyinin köməyi ilə yarandığına görə bu sintaktik üsulla yaranıb. Sintaktik üsul. Çünki düm hissəciyin köməyi ilə yaranıb. Amma dümdüz söz isə ilk iki hərfə düyə M əlavə olunmasından yaranıb. Bu nədir? Bu morfoloji üsuldur. Morfoloji üsul. Bir daha deyirəm. Niyə? Çünki bu M, P, R, S ünsürü ilə yaranıb. Həmçinin dimdikdə ilk iki hərfə diyə M əlavə olunmaqla yaranıb. M əlavə olunmaqla yaranıb. Bu da morfoloji üsul sayılacaqdır. Yəni, bu dümdüz sözü düm hissəciyinin köməyi ilə yaranmayıbdır. Düyə M əlavə olunmaqla yaranıbdır. Sonra M, P, R, S demişkən, məsələn, qabağımıza bumbu sözü çıxa bilər. Məşhur bumbu sözü. Hansı ki, bunun çoxaltma dərəcəsi götürməkdə israr edirlər bəziləri. Bu adi dərəcədir. Niyə? Sözü ona görə adi dərəcə sayılır ki, burada bu sözü isimdir. Axı biz sifətin dərəcələrindən danışırıq. Burada bu isimdir. İsmin dərəcəsi ola bilməz axı. Ona görə də bu nədir? Adi dərəcədir. Qarşımıza büsbütün söz çıxa bilər.
Deyərsiniz ki, bu morfoloji üsuluna yaranmış, mürəkkəb, morfoloji üsuluna yaranmış, çoxsatma dərəcəli sifətdir. Xeyr, bu zərfdir, zərf. Zərf olduğu üçün də, üstündən xətt çəkdim. Zərf olduğu üçün də bunu biz dərəcə kateqoriyasına aid etməyəcəyik. Qırmızı ilə eləyək. Zərfdir bu, zərf. Yəni, bunun ümumiyyətlə sifət dərsində nə işi var? Bu sifət deyil. Sonra davam eləyirik balaca sözü ilə. Morfoloji üsul həm M-pırısı üsuludur, həm də ca ədatına əlavə olunması ilə yaranır da. Amma balaca sözü, yazın bura, bütöv kök olduğu üçün balaca sözü bütöv kök hesab olunduğuna görə çoxaltma dərəcəsi deyil, adi dərəcə sayılır. Çünki orada çoxaltma dərəcəsinin heç bir morfoloji əlaməti yoxdur. Deməli, büsbütündən danışdıq, bumbuzdan danışdıq, balacadan, dümdüzdən, dimdikdən, dümağdan danışdıq, tünddən danışdıq, açıqdan danışdıq, kəmdən danışdıq, təhərdən danışdıq, aladan danışdıq. Mən düşünürəm ki, cahicəydən də danışdıq. Yəni, fikirləşirəm ki, burada nə qalıb sizi çaşdıra biləcək məqam? Azdan danışdıq. İstəyirsiniz, lap çox sözündən də danışaq, amma çoxun qaydası onsuz da azın qaydasıyla eynidir əslində. Yəni, özündən sonra isim gələrsə say olur, çox adam. Feil gələrsə çox danışmaq, feil olur, zərf olur. Sifət gələrsə, məsələn, çox gözəl, bu artıq olacaq nə? Çoxaltma dərəcəsi bu zaman çox ədat sayılacaq. Bir də son olaraq onu qeyd eləmək istəyirəm ki, gəlin qələmin rəngini dəyişək. Məsələn, qabağımıza ağbəniz, qarabəniz sözləri çıxa bilər ki, bu sözlər də adi dərəcə sayılacaq. Yəni, bunları bəzən azaltma dərəcəsinə oxşadırlar. Amma bəniz deyə biz azaltma dərəcəsinin xüsusiyyətini, əlamətini qeyd eləməmişik. Ağbəniz, qarabəniz adi dərəcədə olan sifətlər sayılacaqdır. Bu qədər. Ümid ki, video sizə faydalı oldu. Əgər video faydalı olsa, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Çünki sizin bəyəniləriniz, sizin şərhləriniz bizə növbəti video üçün motivasiya rolunu oynayır. Təşəkkürlər.